Arvad, oradan bir çay gətir. Arvad yox, xanım. Arvad yox, xanım. Qanunvericilikdə arvad sözünün çıxarılması təklif olunub. Xəbərə keçməzdən öncə üstə gəlib vurub kanala abunə olun zəhmət olmasa. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bu təklifi irəli sürüb. Bildirib ki, biz qanunvericilikdə qadını hələ də arvad adlandırırıq. Siz də fikirlərinizi şərhlərdə yazın. Siz necə müraciət edirsiniz xanımınıza? Ola bilsin ki, nə zamansa bu qəbul olunan ifadə olub. Amma dil inkişafdadır. Münasibətlərin inkişafı təbii ki, semantikanın da transformasiyası deməkdir. Amma açıq deyək, bugün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də Ailə Məcəlləsi başda olmaqla bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə konstitusiyada aidiyyatı dəyişikliyin aparılması yaxşı olar deyib deputat. Deputat deyib ki, gender məsələlərindən danışarkən xüsusilə ehtiyatlı davranmalıyıq.